Salam əziz şagirdlər və abituriyentlər, hər birinizi xoş gördük. Bugün sizlərlə bir yerdə Fizika 2025 tim test toplusunda Newton qanunları dərsində qüvvələrin əvəzləyicisi, qüvvələrin və əvəzləyici qüvvənin koordinat oxları üzrə proyeksiyasına aid olan sualların izahına baxacağıq. Sualların izahına keçməmişdən öncə kanalımıza abunə olmağı unutmayın ki, digər dərslərin də izahları, test izahları gəldikdə xəbərdar olasınız. Gəlin başlayaq birinci sualdan. Şərtdə deyilir ki, cismə təsir edən qüvvələrin əvəzləyicisi, hansı ki bizdən cismə təsir edən qüvvələrin əvəzləyicisini tapmağımızı istəyir. Biz Newton ikinci qanundan bilirik ki, cismə təsir edən qüvvələrin əvəzləyicisi cismin kütləsi ilə həmin bu əvəzləyici qüvvənin ona verdiyi təcilin hasilinə bərabərdir. D bəndində doğru cavab verilmişdir. Cismin kütləsi ilə qüvvənin ona verdiyi təcilin hasilinə bərabərdir. Bir də D bəndi oldu. 2. Əvəzləyici qüvvənin cismin kütləsinə olan nisbəti bərabər olan fiziki əməliyyat hansıdır? Əlbəttə ki, təcildir. Təcil F əvəzləyici bölək kütləyə bərabərdir. Burada Y bəndi olacaq cavabımız. 3-də deyir ki, sabit əvəzləyici qüvvənin təsiri ilə cisimlərin aldığı təcilin onların kütləsindən asılı qrafiki verilmişdir. Bu qüvvənin qiymətini hesablayın. Baxın, kütləmiz 4 kiloqram olduqda bizim təcilimiz olub 8 metr bölü saniyə kvadratı. 16 kiloqram olduqda isə təcilimiz gördüyünüz kimi 8-dir. Hansını istəyirsiniz onu götürə bilərsiniz. Kiçik rəqəmlərlə işləsəz daha yaxşı olar. Deməli, M-i 4 götürürəm, təcili isə 8 götürürəm. Burada qüvvənin qiymətini F bərabərdir MA-dan hesablayacağım. M-imiz 4, A-mız 8. 4 vurulsun 8 mənə verəcək 32 Newton. Cavabımız oldu A bəndi. Dördüncü sualda cismin təcilinin ona təsirin əvəzləyici qüvvədən asılı qrafiki verilmişdir. Cismin kütləsini hesablayın. Bayaqlarda qeyd etdik ki, F əvəzləyici bərabərdir M vurulsun A-dır. Buradan cismin kütləsini tapsaq, M bərabər olacaq F əvəzləyici bölək A-ya. Burada indi F əvəzləyicini 6, təcili 4 götürürəm. 6 bölək 4 mənə verəcək 1,5. Cavabımız oldu A bəndi. Eyni ilə baxın, burada F əvəzləyicini 12, təcili 8 götürsəydinizdən eyni cavab alardınız. Sadəcə hesablamada daha asan olsun deyə sizlər üçün kiçik rəqəmlərlə işləməyiniz daha yaxşı olar. Gəlin 5-ci suala baxaq. Cismə təsir edən 4 qüvvənin əvəzləyicisi nəyə bərabərdir? Biz bilirik ki, hansı ki əvəzləyici qüvvəni tapdıqda, əgər ki qüvvələr eyni istiqamətli yönəlibsə, bu zaman qüvvələri toplayırıq. Amma əks istiqamətli yönəlibsə çıxırıq. Baxın, fikir verin. 5 Newton soladır və eyni ilə 5 Newton sağadır. Əks istiqamətli olduğundan 5-dən 5-ə çıxacam, qalacaq 0 Newton. Amma yuxarıya doğru 7 Newton qüvvəmiz var və aşağıya doğru isə 10 Newton qüvvəmiz var. Yenə əks istiqamətlidir. Bu zaman çıxacam. 10-dan 7-ni çıxanda alacağıq 3 Newton. Deməli, bizim əvəzləyici qüvvəmiz burada 3 Newtona bərabərdir. Bəs soruşsaydı istiqamətini, bu zaman əvəzləyici qüvvə böyük qüvvə istiqamətində yönələcəkdir. Yəni 10 7-dən böyük olduğundan 10 Newton istiqamətində aşağıya doğru yönəlmiş olacaqdır bizim əvəzləyici qüvvəmiz. 6-cı sualda qüvvə hansı cihazla ölçülür? Qüvvə dinamometrlə ölçülür və dinamometrin iş prinsipi də Hooke qanununa əsaslanır. 7-də cismin sürətinin proyeksiyasının zamanda asılı qrafiki verilmişdir. Hansı zaman intervalında cismə təsir edən qüvvələrin əvəzləyicisinin x oxu üzrə proyeksiyası 0-a bərabərdir? Əvəzləyici qüvvə hansı halda 0 olur? Newtonun birinci qanunundan biz bilirik ki, əvəzləyici qüvvə cisim ya sükunətli olarsa, yəni sürəti 0-a bərabər olarsa və yaxud da cisim düzxətli bərabər sürətli hərəkət edərsə. Düzxətli bərabər sürətli hərəkətdə adından da görünür, sürət sabitdir. Deməli, onda baxın, sürətin sabit olduğu hissə T2 və T3 aralığındadır. Deməli, onda bizim burada əvəzləyici qüvvəmiz 0-a bərabərdir. Cavab oldu Y bəndi. 8-də kütləsi 2 kiloqram olan cisim 20 metr bölü saniyə sürətlə düzxətli bərabər sürətlə hərəkət edir. Cismə təsir edən əvəzləyici qüvvəni hesablayın. Burada fikir versəz, bir paralel sözümüz var, düzxətli bərabər sürətli sözü. Bayaqlarda qeyd etdik ki, düzxətli bərabər sürətli hərəkətdə əvəzləyici qüvvəmiz 0-a bərabərdir. O da hardan alınır? Çünki düzxətli bərabər sürətli hərəkətdə təcil 0-dır. Təcil 0-dırsa əvəzləyici qüvvə də 0-dır. Çünki F əvəzləyici bərabərdir M vuraq A-dır. Yəni təcil 0-dırsa 0-ı istənilən kütləyə vur, yenə 0 alacaqsan. Təcil də nəyə görə 0-dır? Çünki təcil bilir ki, vahid zamandakı sürət dəyişməsinə bərabərdir. Düzxətli bərabər sürətli hərəkətdə sürət dəyişmirsə, deməli onda təcil də 0-a bərabərdir. Çünki biz bilirik ki, sürət dəyişməsi təcil yaradır. Əgər sürət dəyişmirsə, deməli burada təcil yaranmır, yəni təcil 0-dır.
Təcil 0-dırsa, əvəzləyici qüvvə də 0-dır. Yəni təcil əvəzləyici qüvvəni qardaş kimi götürə bilərsiniz lor dildə desək. Aha, D bəndi doğru cavabdır. 9-da cismin sürətinin proyeksiyasının zamanda hansısa qrafiki verilmişdir. Hansı zaman intervalında cismə təsir edən qüvvələrin əvəzləyicisinin fx proyeksiyası müsbətdir. Fx proyeksiya müsbətdirsə, onda təcilin x oxuca proyeksiyası da müsbətdir. Və mən də hansı ki ilk dərslərimizdə qeyd etmişdim ki, VT qrafiki verilərsə, qrafikin ağzı təcili göstərir. Yəni, qrafikin ağzı yuxarı olarsa, təcilin x oxuca proyeksiyası müsbətdir. Baxın, qrafikin ağzı yuxarıya olan hissə 0T1 hissəsindədir. Və burada bizim təcilimizin proyeksiyası müsbətdir. Geriyə qalan hissələrdə bax, T1, T2-də qrafikin ağzı aşağıdır. Deməli, AX-ımız mənfidir. Burada ümumiyyətlə T2, T3-də sürət sabit olduğundan təcilimiz 0-dır. Bu hissədə isə gördüyümüz kimi yenə qrafikin ağzı aşağıdadır. Deməli, təcilin x oxuca proyeksiyası mənfidir. Doğru cavabımız olacaq 0-dan T1-ə qədər. D bəndi doğru cavabdır. Cismə təsirin əvəzləyici qüvvə 4 dəfə artırdıqda onun təcili. Newton 2-ci qanundan biz bilirik ki, cismin hərəkət təcili ona təsir edən əvəzləyici qüvvə ilə, ona təsir edən qüvvələrin əvəzləyicisi ilə düz, həmçində cismin kütləsi ilə tərs asıdır. Burada əvəzləyici qüvvəni 4 dəfə artıramsa, əlbəttə ki, təcil də 4 dəfə artacaq A bəndi. 11-də 1 kiloqram kütləli birinci kürə sükunətdə olan ikinci kürə ilə toqquşur. Deməli, birinci kürənin kütləsi verildi. M1 bərabər oldu 1 kiloqrama. İkinci kürə ilə deyir toqquşur. Qarşılıqlı təsir nəticəsində iki kürə modulca birinci kürənin təcilindən 3 dəfə kiçik təcili hərəkətdir. Deməli, ikinci kürənin təcili birinci kürənin təcilindən 3 dəfə kiçikdirsə, onda birinci kürənin təcili əksinə ikinci kürənin təcilindən 3 dəfə böyük olacaq. Onda A1 bərabərdir yazarıq. 3 vurulsun A2-yə. Bizdən ikinci kürənin kütləsini istəyir. M2 bərabər sualı. Qarşılıqlı təsirdə olan iki cismin qüvvələri bir-birinə qiymətcə bərabər, istiqamətcə isə əksdir. Əgər qüvvəmiz bərabərdir və biz də Newton 2-ci qanundan da bilirik axı, təcil kütlə ilə bu zaman tərs asılı olacaq. Yazarıq ki, onda A1 bölək A2 bərabərdir M2 bölək M1-ə. A1-imiz 3 A2-dir. A2-ni də yazıram. M2-miz yoxdur. M1-imiz 1-ə bərabərdir. A2-lər ixtisar getdikdə bu zaman M2 bərabər olacaq 3 vuraq 1-ə, yəni 3-ə. Deməli, 3 kiloqram doğru cavabdır. 12-də 1 kiloqram kütləli birinci kürə sükunətdə olan ikinci kürəni itələyir. Bu qarşılıqlı təsir zamanı ikinci kürənin təcilinin modulca birinci kürənin təcilindən 2 dəfə böyük olduğunu bilərək ikinci kürənin kütləsini hesablayın. Bizim birinci kürəmizin kütləsi verildi yenə. M1-imiz oldu 1. İkinci kürəmizin kütləsini soruşur elə bizdən. M2 bərabər suala. Və deyir ki, ikinci kürənin təcilinin modulca birinci kürənin təcilindən 2 dəfə böyük olduğunu bilərəkdən. Artıq burada ikinci kürəmizin təcili böyükdür birinci kürənin təcilindən. Özü də 2 dəfə. 2 vuraq A1 yazdıq. Buradan yenə asılığımızı verəcəyik. A1 bölək A2 bərabərdir. M2 bölək M1 yazırıq. A1-im olduğu kimi saxlayıram. A2-nin yerinə 2A1 yazıram. M2-miz yoxdur. M1-imiz 1-dir. Gördüyümüz kimi ixtisar gedir. Buradan M2-ni tapanda 1 bölək 2-dən olacaq 0,5 kiloqram. Doğru cavab oldu A bəndi. 13-də aşağıda eyni bir maddi nöqtənin müxtəlif hərəkət tənlikləri verilmişdir. Hansı halda maddi nöqtəyə ən böyük əvəzləyici qüvvə təsirdir? Hərəkət x oxuca baş verir. Əvəzləyici qüvvə dedik ki, F əvəzləyici bərabərdir. M vurulsun A-dır. Burada eyni bir maddi nöqtənin deyir, fikir versəz. Deməli, onların hər birinin A-da, B-də, C-də, D-də, Y-də bizim cismimiz eynidir. Yəni, onun kütləsi əlbəttə ki, dəyişmir. Kütləmiz eynidir. Buradan əvəzləyici qüvvə gördüyümüz kimi təcillə düz mütənasib asıdır. Və biz də fikir versək, burada A-da, B-də, C-də, D-də və Y-də bərabər təcilli hərəkətdə koordinatın zamanda asılıq tənliyi verilmişdir. Gəlin, onda biz bərabər təcilli hərəkətdə koordinatın zamanda asılıq tənliyini yazaq. X bərabərdir, x0 plus V0 x-dir. Üstə gəlsin AX T kvadratı bölək 2. Burada hansı ki T kvadratının qarşısında duran AX bölək 2-dir. Deməli, burada gördüyünüz T kvadratının qarşısında olan rəqəmlər bizə AX bölək 2-ni verir. Burada da 1 var. Yazaq onda AX bölək 2 hansında böyükdürsə, onda deməli bizim əvəzləyici qüvvəmiz də daha böyükdür. Baxın, 6
C bəndi ən böyük olan varianta uyğun gəlir. Bizdən ən böyük əvəzləyici qüvvəni istəyirdi. Deməli, təcilin ən böyük olanını istəyirəmsə də, AX bölək 2, yəni T kvadratının qarşısındakı hansı ən böyükdürsə, bizim əvəzləyici qüvvəmiz də daha böyükdür. Burada, məsələn, tapsaq, A variantında bizim AX-ımızı -5 vuraq 2 olacaqdı -10. Burada 6 vuraq 2-dən olacaqdı 12. 2 vuraq 2-dən olacaqdı 4. Burada 3 vuraq 2-dən olacaqdı 6. 1 vuraq 2-dən 2. Hansı da təcil daha çoxdur? C variantında fikir versəz daha çoxdur. Deməli, onda bizim əvəzləyici qüvvəmizdə daha çox olmuş olur. 14-də kütləsi 1 kiloqram olan cisim 50 sm/saniyə sürətlə düz xətli bərabər sürətlə hərəkət edir. Cismə təsirin əvəzləyici qüvvəni hesablayın. Baxın, yenə bir parol söz var. Düz xətli bərabər sürətlə hərəkət. Qeyd etdik ki, düz xətli bərabər sürətlə hərəkətdə təcil 0-dır və cismə təsirin qüvvənin əvəzləyici qüvvəmiz də 0-a bərabərdir. B bəndi. 15-də hansı kütləli cismə 500 Newton qüvvənin verdiyi təcil 250 sm/saniyə kvadratı olar? Kütləni soruşur, hansı kütləlidir? Qüvvəmiz də var, F bərabərdir 500 Newtondur. Həmçinin təcilimiz A da verilib, 250 sm/saniyə kvadratdır. Bu zaman santimetrdən metrə keçməliyik, veriləni 100-ə böləcəyik. Yəni 250-ni böləcəm 100-ə. 0-a ixtisar getdi, 25/10 mənə verəcək 2,5 metr/saniyə kvadratı. Kütləni tapmaq istəyirəmsə də F bərabərdir MA düsturundan, buradan M-i tapdıqda olacaq F/A. F-imiz 500-dür. A-mız 2,5-dir. Vergül atıram, yuxarıya bir 0 əlavə edirəm. 5000 25-ə böləndə alacağıq 200. Cavabımız oldu D bəndi. 16-da təsvir edilmiş qüvvələrin əvəzləyicisinin modulu 15 Newtondursa, F2 qüvvəsinin modulunu hesablayın. Biz əvəzləyici qüvvədə qeyd edirik ki, əgər ki, qüvvələr bir-birinə perpendikulyar yönələrsə, bu zaman F əvəzləyici bərabər olur kök altında F1-in kvadratı plus F2-nin kvadratı. Buradan bizim əvəzləyici qüvvəmiz artıq verilib 15-dir. F1-imiz verilib 9-dur, amma F2-miz istəyir. Gəlin yazaq. F1-imiz 9, 9-un kvadratı 81, üstə gələk F2-nin kvadratı bərabərdir 15-ə. Əvəzləyici qüvvəmizə. Hər tərəfi kvadrata yüksəldirəm, kökdən azad edirəm. 81 üstə gələk F2-nin kvadratı bərabərdir 15-in kvadratı 225-ə. Buradan F2-nin kvadratı bərabər olacaq. 225 çıxaq 81, 144-ə. Buradan da aydındır ki, F2 bərabər olacaq 12-yə. Çünki 12-nin kvadratı mənə 144-ü verir. Cavabımız oldu B bəndi. Bu hissəni silirəm. Digər sualımıza baxaq. 17-də təsvir edilmiş qüvvələrin əvəzləyicisinin modulunu hesablayın. Artıq əvəzləyici qüvvəmi tapmaq istəyir. Yenə qeyd etdiyimiz kimi F əvəzləyici bərabərdir. Kök altında F1-in kvadratı üstə gələ F2-nin kvadratı olacaq. Yerinə yazaq. F1-imiz 3, 3-ün kvadratı 9, üstə gələ F2-miz 4, 4-ün kvadratı 16. Kök altında 9 üstə gələ 16 mənə verəcək kökdə 25. Kökdə 25-dən də 5 çıxır. Cavabımız oldu Y bəndi. 18-də cisim 20 Newton qüvvənin təsiri ilə 0,2 metr/saniyə kvadrat təcillə hərəkət edir. Həmin cisim 100 Newton qüvvənin təsiri ilə hansı təcillə hərəkət edər? Qeyd etdik ki, A bərabərdir F/M-dir. Buradan indi bizim kütləmiz dəyişmir. Niyə görə? Çünki deyir həmin cisim, yəni eyni bir cisimdir. Kütlə dəyişmir və bizim burada təcilimiz gördüyümüz kimi qüvvə ilə düz asıdır. Buradan onda gəlin F1-i götürək. F1-imiz verildi 20-dir. A1-imiz verildi 0,2-dir. Həmçinin F2-miz baxın 100-dür və bizdən A2-ni təcili soruşur. Yazaq. F1 bölək F2 bərabərdir A1 bölək A2-yə. Yerinə yazıram indi. F1-im 20-dir. F2-im 100-dür. Bu da bərabərdir A1-im 0,2 bölək A2. 100 və 20-ni ixtisara aparıram. Məxrəcdə 1, üzr istəyirəm, sürətdə 1, məxrəcdə 5 qalır. Buradan çarpaz vurduqda A2 vuraq 1 bərabər olur 5 vuraq 0,2. 5 vuraq 0,2 də bizə verir 1-i. Deməli, cavabımız oldu A bəndi. 19-cu sualda kütləsi M olan cisim R radiusu çevrə üzrə sabit omega bucaq sürətlə hərəkət etməsi üçün tətbiq olunan qüvvə. Qüvvə F bərabərdir. Biz bilirik ki, M vurulsun A düsturu ilə hesablanır. Və burada omega R də olmalıdır bizim düsturumuzda. Çevrə üzrə bərabər sürətli hərəkətdə biz bilirik ki, təcilin düsturu A bərabərdir omega kvadratı R-dir. Yerinə yazsaq onda M vurulsun omega kvadratı R olacaq. Deməli, bax bu düsturumuz doğrudur.
Fikir versəniz, A-da deyir ki, mod uca sabit sürətlə hərəkət etdiyi üçün 0-a bərabər olmalıdır. Xeyr. Hansı ki, bizim düzdür, sürətimiz mod uca sabitdir. Amma ki, bizim istiqamətimiz dəyişir. Axı, istiqamət dəyişməsindən artıq burada təcil yaranır. Və bu təcil də mərkəzə qaçma təcildir. Normal təcil də deyirlər. Və buradan artıq əvəzləyici qüvvəmiz 0-a bərabər olmur. Yəni, bizim tətbiq olunan qüvvəmiz 0 olmur. 19-da A səhvdir deməli. M omega kvadrat bölü R düstur səhvdir gördüyümüz kimi. C-də də eyni ilə düstur səhv veriblər. D-də deyir ki, M omega kvadrat ifadəsinə bərabər olub çevrəyə toxunan üzrə yönələn. Xeyr, toxunan üzrə yönələn sürətdir. Burada qüvvəmiz təcil istiqamətində yönələcək. Təcilimiz də biz bilirik ki, çevrənin mərkəzinə doğru yönəlir. Deməli, doğru cavab olacaq Y bəndi. 20-ci sualda kütləsi M olan cisim R radiusu çevrə üzrə modulca sabit V xətti sürətlə hərəkət etməsi üçün tətbiq olunan qüvvə. Yenə bizdən F-i soruşur. F bərabərdir. Biz bilirik ki, M vurulsun A-dır. A-nın da V və R olan düsturunu verirəm. M vurulsun V kvadrat bölə R. A-nın biz bilirik ki, V kvadrat bölə R düsturu var. Çevrə üzrə bərabər sürətli hərəkətdə. 0-a bərabərdir. Qeyd etdik ki, bu artıq səhvdir. Səhv fikirdir. Düstur burada artıq səhvdir. M V kvadrat bölə R. Bu da getdi. C-də MV kvadrat bölə R ifadəsinə bərabər olub çevrəyə toxunan istiqamətdə yönəlir deyir. Biz dedik ki, çevrənin mərkəzinə doğru yönəlir. D-də düstur səhvdir. Y-də də, baxın, düstur verilib düzdür. MV kvadrat bölə R ifadəsinə bərabər olub çevrənin mərkəzinə doğru yönəlməlidir. Bəli, Y bəndə deməli doğru cavab oldu. 21-ci sualda Newton bölü kiloqram ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Newton qüvvənin vahididir, biz qeyd etdik. Kiloqram da kütlənin vahididir. Qüvvə bölə kütlə bizə nəyi verirdi? A-nı təcili verirdi. Cavabımız oldu Y bəndi. 22-də cismə təsirdən əvəzləyici qüvvənin qiymətini hesablamaq üçün hansı fiziki kəmiyyətləri bilmək kifayətdir? Qeyd etdik ki, F əvəzləyici bərabərdir. M vurulsun A-dır. Yəni cismin kütləsi ilə təcilini bilsək, biz əvəzləyici qüvvəni hesablaya bilərik. B bəndi doğru cavabdır. 23-cü sualda cismin təcilinin qiymətini hesablamaq üçün hansı fiziki kəmiyyətlərin qiymətini bilmək kifayətdir? Baxın, burada F əvəzləyici bərabərdir M-a yazdıq. İndi A-nı taparam, baxın buradan. A bərabər olacaq F əvəzləyici bölə M-ə. Deməli, onda cismin kütləsini, ona təsirin əvəzləyici qüvvəni bilsəm, mən təcili hesablaya bilərəm. A bəndi doğru cavabdır. 24-də cismə təsirdən qüvvələrin əvəzləyici şəkillər kimi yönəlmişdir. Bu cismin təcili hansı istiqamətdə yönəlməlidir? Cismin təcili biz qeyd etdik ki, əvəzləyici qüvvə istiqamətində yönələcək. Buradan əvəzləyici qüvvəmiz aşağıyadırsa, təcilimiz də aşağıya doğru olacaq. Cavabımız 4-dür. B bəndi doğru cavabdır. 25-də cismə təsirdən qüvvələrin əvəzləyicisi şəkildə kimi yönəlmişdir. Bu cismin təcili hansı istiqamətdə yönəlmişdir? Dedik ki, təcillə əvəzləyici qüvvə qardaşdır. Bax, əvəzləyici qüvvə sağa doğru yönəlibsə, deməli, təcil də sağa doğru, yəni 2 istiqamətində yönələcək. A bəndi doğru cavabdır. 26-cı sualda X oxucu hərəkət edən cismin sürətinin proyeksiyasının zamanda asılı qrafiki verilmişdir. 1, 2 və 3 nöqtələrin uyğun zaman anlarında cismə təsirin əvəzləyici qüvvənin qiymətləri arasında hansı münasibət doğrudur? Fikir versəniz, V-nin T-dən asılığı düz asılıq verilib və bu hərəkət bərabər təcil hərəkətdir. Bərabər təcil hərəkətdə əlbəttə ki, adından da görünür. Təcillər artıq burada bərabər olacaq. Dəyişməyəcək yəni. A1 bərabərdir A2-yə, o da bərabərdir A3-dür. Qeyd etdik ki, F əvəzləyici, yəni F-imiz bərabərdir, M vurulsun A-dır. İndi kütlə eynidir, çünki burada bir cismin hərəkətindən söz gedir. Qrafiki verilib. Kütlə eyni, təcil eynidir. Əlbəttə ki, bizim qüvvələrimiz də eyni olmuş olacaq. Cavab oldu D bəndi. 27-də cismə bir-birinin əksinə yönəlmiş iki qüvvə təsirdir. F1 böyükdür F2, bu cismin təcili hansı istiqamətdə yönəlir? Əvəzləyici qüvvəni bilməliyik. Əvəzləyici qüvvədə də biz qeyd etdik ki, əgər ki, qüvvələr əks istiqamətli yönələrsə çıxırıq. Fikir verin, F1 böyükdür F2-dən. Və bu zaman əvəzləyici qüvvədə böyük qüvvə istiqamətində yönələcək. Böyük qüvvəmiz hansıdır? Fikir verin, F1 böyükdür F2-dir. Deməli, onda böyük qüvvə istiqamətində, yəni sola doğru bizim əvəzləyici qüvvəmiz yönələcək. Və təcilimiz də əvəzləyici qüvvə istiqamətində yönəldiyindən elə təcil də sola doğru, baxın, 5-ə uyğun olacaq. Cavab D bəndi. 28-də cismə bir-birinin əksinə yönəlmiş iki qüvvə təsirdir. Artıq indi F1 böyükdür F2-dən. Bu cismin təcili hansı istiqamətdə yönəlir? Yenə qeyd etdiyimiz kimi, burada da əvəzləyici qüvvəni tapmalıyıq. Baxın, F1 böyük olduğundan əvəzləyici qüvvəmiz F1 istiqamətində yönələcək və təcilimiz də əvəzləyici qüvvə istiqamətində sağa doğru yönələcək. Baxın, iki oxu düzgün variantlı cavab oldu A bəndi.
29-da isə deyir ki, düz xətli bərabər yeyinləşən hərəkətdən cismə təsir edən əvəzləyici qüvvə şəkildəki kimə yönəlmişdir? Cismin sürəti hansı istiqamətdə yönəlmişdir? Baxın, əvəzləyici qüvvə istiqamətində biz qeyd etdik ki, təcilimiz yönəlir. Deməli, təcilimiz də elə sola doğru olacaq. Düz xətli bərabər yeyinləşən hərəkət deyirsə, bu zaman sürətlə təcilin istiqaməti eyni olmalıdır. Və onda bizim sürətimiz elə təcil istiqamətində sola doğru yönəlməlidir. Baxın, sola doğru yönələn oxda fikir verin, 5-dədir. Cavabımız oldu, deməli 5 C bəndi. 30-da düz xətli bərabər yavaşlayan hərəkətdən cismin sürət şəkildəki kimi yönəlmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisi hansı istiqamətdə yönəlmişdir? Sürət gördüyümüz kimi yuxarıyadır. Bərabər yavaşlayan deyirsə, artıq təcil əksinə doğru olacaq, yəni aşağıya doğru olacaq. Və əvəzləyici qüvvə də təcil istiqamətində yönələcək, yəni o da aşağıya doğru olacaq. Baxın, aşağıya doğru olan oxumuz 4-dür. Cavab oldu B bəndi. 31-də cismin təcili şəkildəki kimi yönəlmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisi hansı istiqamətdə yönəlmişdir? Təcil yuxarıyadırsa, əvəzləyici qüvvə də elə təcil istiqamətində yönəlir. O da elə yuxarıya doğru olacaq. 1. Cavab oldu C bəndi. 32-də cismə təsir edən qüvvələrin əvəzləyicisi sabit olduqda cismin getdiyi yolun zamanda asılıq qrafiki hansıdır? Qüvvələrin əvəzləyicisi sabitdirsə, deməli təcil də sabitdir. Bərabər təcilli hərəkətdə biz bilirik ki, S-imiz T-dən parabolik aslıdır gedilən yol və parabolik aslılıq A bəndində doğru cavab qeyd olunmuşdur. 33-də əvəzləyici qüvvənin qiymətini hesablayın. Baxın, fikir versəz 8 və 5 Newton əks istiqamətli yönəlmişdir. Əks istiqamətli yönəldikdə bu zaman biz qeyd etdik ki, çıxırıq əvəzləyici qüvvəni tapanda. 8-dən 5-i çıxacam, qalacaq 3. Bəs hansı istiqamətdə yönələcək? Böyük qüvvə istiqamətində. Deməli, mənim əvəzləyici qüvvəm 3 Newton olmaqla sola doğru yönələcəkdir. Və fikir versəz artıq 3 Newtondan 4 Newton perpendikulyardır bir-birinə. Perpendikulyar olduğundan artıq burada əvəzləyici qüvvəni tapdıqda qeyd etdik ki, F əvəzləyici bərabərdir kök altında F1-in kvadratı üstə gələk F2-nin kvadratından tapacağıq. F1-imiz, gəlin bunu F1-dən şar eləyək. Aha, 3 Newtonun kvadratı 9, kök altında 9 üstə gələk F2-nin kvadratı 4-ün kvadratı 16 olacaq. Kök altında 9 üstə gələk 16 mənə verəcək kökdə 25, kök altında 25-dən də 5 çıxacaq. Cavab oldu Y bəndi. 34-də cismə təsir edən qüvvələrin əvəzləyicisi sabit olduqda cismin sürətinin zamandan asılıq qrafiki. Əvəzləyici qüvvə sabitsə, deməli təcil də sabitdir. Təcil sabitdirsə, hərəkət bərabər təcilli hərəkətdir. Bərabər təcilli hərəkətdə də qeyd etmişdik ki, V-nin T-dən asılığı düz asılıqdır. Hansı ki, V bərabərdir V0 üstə gələrək AT-dən. Burada da fikir versəz, düz mütənasib asılılıq Y bəndində qeyd olunub. Burada başlanğıc sürət 0-a bərabərdir. 35-də cismin sürətinin proyeksiyasının zamandan asılıq qrafiki verilmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asılıq qrafiki hansıdır? Baxın, bizdən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asılıq qrafikini istəyir. Elə eyni ilə təcilin, belə deyək də, proyeksiyası qüvvənin proyeksiyası ilə eyni qrafik olacaq, əvəzləyici qüvvənin proyeksiyası ilə. Və qeyd etdik ki, qrafikin ağzı mənə təcilin proyeksiyasının müsbət olub və yaxud da mənfi olduğunu göstərir. Əgər qrafikin ağzı yuxarı olarsa, AX müsbətdir. Yox, aşağı olarsa AX mənfidir. Fikir verin, V-nin T-dən asılığı düz mütənasib asılıqdır. Deməli, təcil sabitdir. Və qrafikin ağzı yuxarıdır. Deməli, AX-ımız müsbətdir. Yəni, müsbətdən sabit olmalıdır. Əvəzləyici qüvvəmiz də eyni ilə müsbətdən sabit olmalıdır birinci hissədə. Baxın, A-da düz mütənasib asılıq verilib, getdi. B-də bax, müsbətdən sabitdir, B ola bilər. C-də mənfidən sabit verilib, bu səhvdir. D-də düz mütənasib asılıq verilib, səhvdir. Y-də də eyni ilə düz mütənasib asılıq verilib, bu da səhvdir. İkinci hissəyə də baxsaz, yəni T1, T2 aralığına qrafikin ağzı aşağıya doğru gedir. Deməli, təcilin X oxucu proyeksiyası mənfidir və sabitdir. Yəni, bizim mənfidən sabit olacaq qrafikimiz T1, T2-də. Baxın, B bəndində doğru cavab verilmişdir. 35-dən sonra artıq keçək 36-cı sualımıza. F qüvvə vektorunun Y və X oxları üzrə proyeksiyalarını hesablayın. Biz qeyd edirik ki, hansı ox üzrə, tutaq ki, X ox üzrə vektorun proyeksiyasını almaq istəyirik. Bu zaman vektorun başlanğıcından və sonundan həmin oxa perpendikulyar endirmək lazımdır. Baxın, vektorumuzun başlanğıcı buradır və gördüyümüz kimi sonu da buradır, oxun ucu. Əgər ki, X ox üzrə proyeksiyanı almaq istəyirəmsə, başlanğıcdan X oxuna perpendikulyar endir. Eyni ilə sonundan X oxuna perpendikulyar endir. Bu iki perpendikulyar arasında qalan hissə mənim olur həmin vektorumun X ox üzrə proyeksiyası. Yəni, Fx-im oldu artıq bura. Buranın hissəsi nə qədərdir uzunluğu? 4-dən 10 arası 5-dir. İndi fikir vermək nəyə lazımdır? İstiqamətə.
Baxın, əgər ki, gördüyümüz bu qüvvəmiz sola doğru yönəlibsə və x oxum da sağa doğru yönəlibsə, artıq burada fikir versəz, əks istiqamətlidir. Yəni mənim qüvvə vektorum x oxunun əksinə yönəldiyindən artıq x oxu üzrə proyeksiyam mənfi olacaq. Yəni burada artıq fx-imiz -5-ə bərabərdir. İndi y oxu üzrə proyeksiyaya baxaq. Hansı ki, bu zaman biz vektorun başlanğıcından və sonundan y oxuna perpendikulyar endirməliyik. Baxın, başlanğıcım buradırsa, endirirəm, gətirirəm, bax, y oxuna bir perpendikulyar çəkirəm. Daha sonra sonundan yenə y oxuna perpendikulyar çəkirəm. Bu iki perpendikulyar arasında qalan hissə mənim vektorumun olur y oxu üzrə proyeksiyası, yəni f-y olur. Və gördüyümüz kimi 4 və 8 aralığı nə qədər olacaq? 8-dən 4-ü çıx, qalacaq 4. İndi müsbətdir ya mənfidir? Bunu bilmək üçün vektorun yer istiqamətinə baxın. Fikir verin, yuxarıya doğru yönəlir artıq. Yuxarıya doğru yönəlirsə y oxu da yuxarıyadır. Deməli artıq burada müsbət olacaq mənim y oxu üzrə proyeksiyam. f-y-imiz müsbət 4, f-x-imiz isə -5 olmuş oldu. Üzr sayın, burada 10-dan 4 çıxıb 6 yazmışam. Burada 5 yazmışam, 6 olmalıdır. -6 olmalıdır. Deməli, fx-imiz -6, f-y-imiz isə müsbət 4 olacaq. Cavab B bəndidir. 37-də f qüvvə vektorunun x və y oxları üzrə proyeksiyalarını hesablayın. Qiymətləri newtonlarla verilmişdir. Baxın, fikir verin artıq burada x oxu üzrə proyeksiyanı almaq istəyirəmsə, x oxuna perpendikulyarımı endirdim. Gördüyünüz bu iki perpendikulyar arasında qalan hissə mənim olduğu fx-im. Və 0 və 8 aralığı 8-dir. İndi mənfidir ya müsbət? Fikir versəz, sola doğru yönəlib bu vektor. Və x oxu da sağa doğru yönəlib axı. Deməli artıq burada mənfi olacaq. Çünki x oxunun əksinə doğru yönəldi. -8. Bəs f-y artıq burada bu qüvvə fikir versəz, vektorum mənim y oxuma perpendikulyardır. Baxın. Əlbəttə ki, burada mən başlanğıcdan və sondan perpendikulyar endirsəm y oxuna, hər ikisi də eyni bir nöqtədə 5 üzərində olacaq. Və deməli, əlbəttə ki, burada artıq mənim y oxu üzrə proyeksiyam 0 olacaq. Yəni, əgər ki, bizim vektorumuz hər hansı bir oxa, istəyir y oxuna, istəyir x oxuna perpendikulyardırsa, həmin ox üzrə proyeksiyam 0-a bərabərdir. İndi y oxuna perpendikulyar olduğundan, deməli, f-y-im 0-a bərabərdir. Yox, x oxuna perpendikulyar olsaydı, onda f-x-im 0 olardı. İndi aldıq ki, f-x-imiz -8, f-y-imiz isə 0-dır. D bəndi doğru cavabdır. 38-də yenə baxın, y oxuna perpendikulyardır bizim f vektorumuz. Deməli, onda f-y-imiz 0-a bərabərdir. X oxu üzrə proyeksiyam almaq istəyirəmsə də, yenə bax, başlanğıcdan endirirəm perpendikulyarımı. Sondan da endirirəm yenə perpendikulyarımı. Bu perpendikulyar arasında qalan hissə 0-dan 6-ya nə qədərdir? Elə 6-nın özünə bərabərdir. 6-dan çıx 0, 6 olacaq. Müsbətdir ya mənfidir? Bunu bilmək üçün istiqamətə baxmalıyam. Fikir versəz, sağa doğrudur mənim f vektorum. X-im da sağa doğrudur. Eyni istiqamətdə olduğundan artıq müsbət olacaq x oxu üzrə proyeksiyamız. f-y 0-dır, f-x-imiz isə müsbət 6-ya bərabərdir. D bəndi doğrudur. 39-da f1 və f2 qüvvələrin əvəzləşisinin proyeksiyalarını hesablayın. Baxın, f1 qüvvəsi artıq x-a perpendikulyar olduğundan onun x oxu üzrə proyeksiyası 0-dır. Amma y oxu üzrə proyeksiyası, baxın, başlanğıcından və sonundan endirirəm. 4 və 8 aralığında olacaq. 8-dən 4-ü çıxanda 4 newton. Və bu qüvvədə yuxarıya doğru yönəlir, y oxu da yuxarı. Deməli, onda müsbətdir bu proyeksiyamız. Yazacağıq onda f-y bərabərdir 4-ə və yuxarıya doğru yönələcək də əlbəttə ki. Çünki f1-im yuxarıyadır. 4 newton deməli yuxarıya aldıq. Fikir versəz, indi f2 qüvvəsinə baxanda, buranı silirəm. Artıq bu f2 qüvvə y oxuna perpendikulyardır. Deməli, onun y oxu üzrə proyeksiyası 0-dır. Bəs x oxu üzrə proyeksiyası varmı? Bəli, var. Fikir versəz, 2 və 8 aralığında 6-dır. Bəs bu f-x-im 6-dırsa da müsbətdir ya mənfidir? Müsbətdir. Niyə? Çünki bax, sağa doğru yönəlib və x oxum da sağa doğru yönəlib. Deməli, onun x oxu üzrə proyeksiyası müsbətdir. Onda olacaq sağa doğru elə 6 newtonumuz. Fikir versəz, bu qüvvələr artıq perpendikulyardır. Perpendikulyardır. Onda yazacağıq ki, heç bizdən əvəzləyici qüvvənin modulunu soruşmur, sadəcə proyeksiyalarını soruşur. Elə yuxarıya doğru 4 newton, sağa doğru da 6 newton oldu. Deməli, bizim f-y-imiz oldu 4 newton, f-x-imiz isə 6 newton olmuş oldu. Cavabımız oldu A bəndi. Ədədi qiymətini tapsaydıq, artıq kök altında 4-ün kvadratı üstəlik 6-nın kvadratı yazacaqdıq. Bizdən sadəcə proyeksiyalar soruşur. Aha. 40-da isə deyir ki, f1 və f2 qüvvələrin əvəzləyicisinin proyeksiyalarını hesablayın. Yenə baxın, fikir versəz, f2-imiz
gördüyümüz kimi onun y oxuca proyeksiyası 0 olacaq. Çünki o y oxuna perpendikulyardır. X oxuca proyeksiyası isə baxın başlanğıcından və sonundan perpendikulyar endirirəm. Gördüyünüz kimi 6 və 2 aralığında oldu. Deməli bizim fx-ımız bərabər oldu 4-ə. Bəs mənfi 4-dür yoxsa müsbət 4? Fikir veririk istiqamətə. Baxın, x oxunun əksinə doğru yönəlib artıq burada və bizim x oxumuz sağadır. X oxunun əksinə doğru yönəldiyindən artıq onun x oxuca proyeksiyası mənfi olacaq. Yəni fx-ımız mənfi 4 oldu. İndi gəlin ikinci qüvvəmizə, birinci qüvvəmizə də baxaq. Birinci qüvvəmiz artıq fikir versəz, x oxuna perpendikulyar. Deməli, onun x oxuca proyeksiyası 0-dır. Sadəcə y oxuca proyeksiyası var və burada da yenə başlanğıcdan və sondan y oxuna perpendikulyarımı endirirəm. Gördüyünüz kimi 10 və 4 aralığında olan hissəm mənim f1-imin y oxuca proyeksiyasıdır. Ondan 4-ü çıxacam, qalacaq 6. F-y-ımız bərabər oldu 6-ya. Bəs müsbət 6-dır, yoxsa mənfi 6-dır? Bunu da bilmək üçün yenə dediyim kimi istiqamətə fikir verməliyəm. Fikir verin artıq burada gördüyünüz kimi y oxunun əksinə doğru yönəlib. Y oxum yuxarıdır, amma buradakı vektorum gördüyünüz kimi aşağıdır. Deməli, onda f-y-ım mənfi 6 olacaq artıq burada. Deməli, fx-ımıza mənfi 4, f-y-ımıza mənfi 6 aldıq, cavab oldu D bəndi. 41-ci sualda kök altında Newton bölək kiloqram vurulsun metr ifadəsi hansı fizik kəmiyyətin vahidinə uyğundur? Newtonun açılışı biz bilirik ki, kiloqram vurulsun metr bölək saniyə kvadratıdır. Onu da gətirib burada yerinə yazsaq olacaq kök altında kiloqram vurulsun metr bölək saniyə kvadratı vurulsun kiloqram vuraq, metrimizi də yazaq. Məxrəcdəki kiloqram vuraq metri unutmayaq. Kiloqram vuraq metrlər ixtisar getdi. Kök altında 1 bölək saniyə kvadratından çıxacaq 1 bölək saniyə. 1 bölək saniyə də saniyə üzəri mənfi 1 tezliyin vahididir. Cavab oldu Y bəndi. 42-ci sualda isə deyir ki, cismə təsirin əvəzləyici qüvvənin proyeksiyasının zamanda asılıq qrafiki verilmişdir. Bu cismin sürətinin proyeksiyasının zamanda asılıq qrafiki hansıdır? Və 0x-ımız 0-dır. Baxın, fikir verin, birinci hissədə qüvvəmiz sabitdir, özü də müsbətdən sabit. Deməli, təcilin x oxuca proyeksiyasından müsbətdir və sabit olacaq. Amma T1, T2-də təcilin x oxuca proyeksiyası 0-a bərabər olacaq. Çünki əvəzləyici qüvvənin, bizim qüvvəmizin x oxuca proyeksiyası 0-dır. Deməli, təcilin x oxuca proyeksiyası 0-dır. Hansı halda təcilin x oxuca proyeksiyası 0 olur? Bərabər sürətli hərəkətdir. Deməli, burada mənim sürətim sabitdir. T2, T3-də isə artıq burada fx-ım mənfidən sabitdir. Deməli, onda mənim AX-ım da mənfi olacaq və sabit olacaq. Birinci hissədə AX müsbət olduğundan qrafikin ağzı yuxarıya doğru olacaq. Baxın, fikir verin, aşağıdır. Bu getdi. Burada ümumiyyətcə sürət sabitdir. B bəndi də getdi. C də qrafikin ağzı aşağı verilib. Bu da getdi. D-də baxın, bəli, qrafikin ağzı yuxarıdır. Y-də ümumiyyətlə sabit verilib, səhvdir. Aha. Sonrasında isə qeyd edir ki, AX-ımız 0-dır. Baxın, T1, T2-də bərabər sürətli hərəkət deməli. Baxın, T1, T2-də sürət sabitdir. T2, T3-də isə AX mənfidir, yəni qrafikin ağzı aşağıdır. Baxın, T2, T3-də qrafikimizin ağzı aşağıdır. Deməli, doğru cavabımız oldu D bəndi. 42-dən sonra 43-cü suala baxırıq. Cismin sürətinin proyeksiyasının zamanda asılıq qrafiki verilmişdir. Hansı zaman intervalında cismə təsir edən qüvvələrin əvəzləyicisinin x oxuca proyeksiyasının modulu ən kiçikdir. Deməli, bizdən əvəzləyici qüvvənin x oxuca proyeksiyasının modulunun ən kiçik olduğunu soruşur. Hansı halda ən kiçik olar? Əlbəttə ki, bizim təcrimizin x oxuca proyeksiyasının modulu ən kiçik olan halda. Hansı halda ən kiçikdir təcilin x oxuca proyeksiyasının modulu? Sürət dəyişməsi ən kiçikdirsə. Biz deməli, burada baxacağıq sürət dəyişməsinin ən kiçik olduğu hala. Fikir versəz, baxın, ən kiçik dəyişib 3 və 4-də. Yəni, bu dəyişmə nə deməkdir? Baxın, məsələn, tutalım ki, buranın qiyməti olsun 3, burada da olsun, dedik ki, sürətimiz 0. 3-dən 0-a nə qədər dəyişdi? 3. İndi burada 1-2 saniyədə 0-dan 3-ə nə qədər dəyişdi sürət? 3. Bu bir hissədə isə, baxın, bura 1, burada 2 desək, indi 3-dən neçəyə qədər dəyişdi? Bax, 3-dən, fikir versəz, 1-ə qədər 2 dəyişdi. Amma baxın, bu hissədə artıq 1-dən 2-yə dəyişdi. 1 qədər dəyişmiş oldu. Digər hissədə 4-dən 5-ə isə, fikir versəz, 2-dən 0-a qədər dəyişmiş oldu. Və beləliklə deməli, bizim əvəzləyici qüvvənin x oxuca proyeksiyasının modulu ən kiçikdir deyirsə, fikir verməliyik, bizim sürətimizin dəyişməsi ən kiçik olan hala, baxın, 1-dən 2-yə ən kiçik dəyişmədir, yəni 1 qədər dəyişmişdir. Deməli, 3 və 4 olacaq cavabımız C bəndi. 44-də cismin sürətinin proyeksiyasının zamanda asılıq qrafiki verilmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamanda asılıq qrafiki hansıdır?
Fikir versəz, baxın, bu hissədə Venn-dən asılığı düz mütənasib asılıqdır. Deməli, təcilimin x oxucu proyeksiyası sabitdir. Təcilimiz sabitdir. Belə olan halda əlbəttə ki, əvəzləyici qüvvəmiz də sabitdir. Bəs proyeksiyasını necə tapacağam? Əlbəttə ki, qrafikin ağzından baxacağıq. Qrafikin ağzı aşağıdırsa, deməli, təcilin x oxucu proyeksiyası mənfidir. Deməli, fx də mənfidir və sabit olacaq. Mənfidən sabit. Və A bəndində müsbətdən sabit verilir. B bəndində ümumiyyətlə f-i dəyişir göstərir. Azalır göstərir. Bu da düzgün deyil. C bəndində mənfidən sabit verilib. Biz qeyd etdik ki, burada birinci hissədə mənfidən sabit olacaq. Bəli, ola bilər bu. D bəndində yenə asıllıq verilib. Bu da səhvdir. Y bəndində asıllıq verilib. Gəlin o bir hissəyə də baxaq. Burada baxın, sürət gördüyünüz kimi sabitdir. Sürət sabitsə artıq təcilimizin x oxucu proyeksiyası 0-a bərabər, yəni təcilimiz 0-dır. Eyni ilə fx-imiz də 0 olacaq. Baxaq. 0-dan sabit olmalıdır. Baxın, gördüyünüz kimi 0-dan sabit verilmişdir. Deməli, doğru cavabımız oldu C bəndi. 45-də. Burada indi yenə qrafikin ağzı yuxarı, deməli, qüvvəmiz müsbətdən sabit olmalıdır. Baxın, müsbətdən sabitdir və burada sürətimiz sabitdir ikinci hissədə. Sürət sabitsə artıq təcil də qüvvə də 0-dır. Deməli, 0-dan sabit olmalıdır. Elə A bəndi doğru cavabdır. 46-da qrafikin ağzı yuxarıyadır. Fikir versəniz, deməli, təcilin x oxucu proyeksiyası müsbətdir. Deməli, bizim fx-imiz də müsbətdən sabit olacaq. Müsbətdən sabit, baxın, Y bəndində doğru cavab verilmişdir. Hər iki halda gördüyünüz kimi. 47-də fikir versəniz, bu birinci hissədə sürət sabitdir və sürət sabitsə qüvvə artıq 0 olacaq. B bəndində 0-dır. A bəndində müsbətdən sabit verilir. C-də mənfidən sabit verilir. D-də düz asılıq verilir. Bu da səhvdir. Y-də baxın 0-dan sabit verilir. Deməli, ya B, ya Y-dir. İkinci hissəyə baxmaq lazımdır. Qrafikin ağzı yuxarıdır. Qrafikin ağzı yuxarısı, onda bizim deməli, əvəzləyici qüvvəmizin proyeksiyası müsbətdən sabit olmalıdır. Baxın, müsbətdən sabit B bəndində doğrudur. Y bəndində isə mənfidən sabit verilir. Bu səhvdir artıq. 48-də. Eyler Venn diaqramda düz xətt boyunca hərəkət edən A və B avtomobillərinin sürətlərinin proyeksiyasının zamandan asılı qrafiklərin uyğun ifadələri müəyyən edin. Təsirin əvəzləyici qüvvə hərəkət istiqamətinə yönəlmişdir. Hansı halda təsirdən qüvvə ilə bizim hərəkət istiqamətimiz eyni olur? Bərabər yeyinləşən hərəkətdir də. Bərabər yeyinləşəndə, baxın, fikir verin. Gördüyünüz kimi bu bərabər yeyinləşən hərəkətə uyğundur. Zaman oxundan get-gedə uzaqlaşır. Amma burada isə zaman oxuna yaxınlaşır. Bu artıq bərabər yavaşlayandır. Deməli, bu birinciyə gedəcək. 1. Təsirin əvəzləyici qüvvə hərəkətin əksi istiqamətinə yönəlmişdir. Bu artıq bərabər yavaşlayandadır. Biz dedik, bərabər yavaşlayanın qrafiki ikinciyə uyğundur. Deməli, 2 getdi ikinciyə. X oxunun əksi istiqamətində hərəkətdir. Baxın, fikir versəz, hər ikisinin də başlanğıc sürətin X oxucu proyeksiyası mənfidir. Və belə olan halda hər ikisi deməli X oxunun əksinə doğru hərəkət edirlər. 3 ortağa gedəcək. Əvəzləyici qüvvənin proyeksiyası müsbətdir. Qrafikin ağzına baxırıq. Baxın, qrafikin ağzı yuxarıyadırsa da, deməli, əvəzləyici qüvvənin X oxucu proyeksiyası müsbətdir. Deməli, onda dördüncü gedir ikinciyə. Burada qrafikin ağzı aşağı olduğundan artıq əvəzləyici qüvvənin X oxucu proyeksiyası mənfi olur. 5-də deyir ki, bərabər yeyinləşən hərəkətdir. Biz bərabər yeyinləşəni zaman oxundan uzaqlaşan, baxın, birinciyə aid etmişdik. Deməli, 5 də getdi birinciyə. 1-ə getdi 1, 5. 2-yə getdi 2, 4, 3-cüyə getdi 3. 1, 5, 2, 4, 3. 1, 5, 2, 4, 3. Y bəndi doğru cavabdır. 49-cu sualda sükunət vəziyyətindən hərəkətə başlayan cisimlərə təsir edən əvəzləyici qüvvələrin proyeksiyasının zamanda hansısa qrafiki verilib. Euler Venn diaqramında bu hərəkət üçün uyğun ifadələri müəyyən edin. Sükunət vəziyyətindən deyir, deməli, başlanğıc sürətimiz 0-dır. Və burada fikir versəz, qüvvəmiz sabitdir, özü mənfidən sabitdir. AX-ımız deməli kiçik 0-dır. Və bu hərəkət necə hərəkət olar? Əlbəttə ki, bərabər yeyinləşən olacaq. Çünki başlanğıc sürət 0-dır. Başlanğıc sürət 0-dır və təcilin X oxucu proyeksiyası mənfi olduğundan artıq X oxunun əksinə bərabər yeyinləşən hərəkət edəcək. Onda birinciyə yazarıq ki, X oxu əksi bərabər yeyinləşən. İkincidə artıq qüvvə artır. Fikir versəz, onda deməli təcil də artır və bu hərəkət bərabər təcil hərəkət deyil artıq. Bərabər təcil hərəkətdir birinciyə, artan təcil hərəkətdir, bəli, qeyd etdik ki, bu ikinciyə aiddir. Zaman ki, isə sürətin qiyməti artır. Bu hər ikisinə də aid olacaq, 3 ortağa gedəcək. X oxu istiqamətində hərəkət edir. Fikir versəz, hər ikisi də X oxu, üzr istəyirəm, ikinci X oxu istiqamətində hərəkət edir, amma birinci X oxunun əksinə hərəkət edir, çünki AX-ımız mənfidir. Aha, deməli, onda bu 4 ikinciyə aid oldu. X oxunun əksi istiqamətdə hərəkətdir, dedik, birinci cisimdir. Deməli, birinciyə getdi 1, 5, 2-yə getdi 2, 4, üçüncüyə də getdi 3. 1, 5, 2, 4, 3. A bəndi doğru cavabdır.
50 də yenə deyir sükunət vəziyyətindən V0 sıfırdır. Hərəkətə başlayan cisimləri təsirən əvəzləyici qüvvələrin proyeksiyasının zamanda hansısa qrafikləri verilib. Eyler-Venn diaqramında bu hərəkətlər üçün uyğun ifadələri müəyyən edir. Bərabər təcilli hərəkətdir. Baxın, qüvvə sabitsə, deməli bərabər təcilli hərəkətdir. Birinciyə uyğundur. Artan təcilli hərəkətdir ikinciyə. Aha, zaman keçsə sürətin qiyməti artır. Bəli. Fikir versəz, birinci bərabər yeyinləşən hərəkətdir və ikinci də artan təcilli hərəkətdir. Deməli, hər ikisinə zaman keçdikcə sürət artır. 3 ortağa getdi. X oxunun istiqamətində hərəkətdir. Burada fikir versəz, bəli, birinci X oxunun istiqamətində hərəkət edir. Çünki AX-ımız müsbətdir, böyük sıfırdır. Burada onda deməli 4 getdi birinciyə. X oxunun əksi istiqamətində hərəkətdir, ikinciyə aiddir. Deməli 1-ə getdi 1, 4, 2-yə getdi 2, 5, üçüncüyə də getdi 3. 1, 4, 2, 5, 3. D-bəndi doğru cavabdır. 51-də sükunət vəziyyətindən hərəkətə başlayan cisimlərə təsirən əvəzləyici qüvvələrin proyeksiyasının zamanda hansısa qrafiklər verilib. Yenə sükunət vəziyyət deyir, V0 sıfırdır. Euler-Venn diaqramında bu hərəkətlər üçün uyğun bəndləri müəyyən edin. Fikir versəz, qüvvələrin yenə qiymətləri dəyişir. Burada artıq zaman oxundan get-gedə uzaqlaşır. Qüvvəmizin qiyməti deməli artır, ədədi qiyməti artır. Qüvvə artırsa deməli təcil də artır. Artan təcillədir. Birinciyə getdi. İkincidə isə qüvvəmizin ədədi qiyməti azalacaqdır. Çünki zaman oxuna yaxınlaşır və burada fikir versəz artıq 0 olur. Baxın. Deməli bu azalan təcillədir. Bu ikinciyə getdi. Verilmiş zaman müddətində sürətin qiyməti artır hər ikisində də. Çünki baxın, başlanğıc sürət sıfırdırsa və hərəkətə başlayırsa, əlbəttə ki, bunun sürətin ədədi qiymətini getdikcə artıracaqdır. Deməli 3 üçüncüyə ortağa getdi. X oxunun istiqamətində hərəkət edir. Fikir versəz, bəli, birinci X oxunun istiqamətində hərəkət edir. 4 birinciyə getdi. Verilmiş zaman müddətində X oxunun əksi istiqamətində hərəkət edir. 5-ciyə uyğun olmuş oldu. 1, 4 deməli 1-ə getdi. İkinciyə 2, 5 getdi. 3 də üçüncüyə getmiş oldu. 1, 4, 2, 5, 3. B-bəndi doğru cavabdır. 52-də düz xətlər hərəkətdən iki cismin koordinatın zamanda hansısa qrafiklərinə görə Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Fikir versəz, burada parabolanın ağzı yuxarıyadır. Deməli, AX-ım müsbətdir. Eyni ilə FX-ım da müsbətdir və hər ikisi sabit olacaq. Çünki bu bərabər təcilli hərəkətdir. Sabit. İkincidə də eyni ilə baxın, qrafikin ağzı aşağıyadır. Burada artıq AX-ım mənfidir, eyni ilə FX-ımız mənfi olacaq və bərabər təcilli hərəkətdir. Bunlar artıq sabit olmuş olacaqlar. Əvəzləyici qüvvə hərəkət istiqamətinə yönəlib. Əvəzləyici qüvvə hansı halda hərəkət istiqamətinə yönəlir? Yeyinləşən hərəkətdə. Yeyinləşən hərəkət baxın 0 T0 aralığında birinci grafikdə. Çünki zaman oxundan bu qrafik get-gedə uzaqlaşır. Amma ikincidə artıq yavaşlayan hərəkətdir. Deməli 1 getdi 1-ə. Əvəzləyici qüvvə hərəkət istiqamətinin əksinə yönəlib. Hansının da əksinə yönəlib? Yavaşlayan hərəkətdə deməli ikinciyə uyğun olacaq. Hərəkət verilmiş müddətdə X oxu boyunca baş verib. Bəli, hər ikisi X oxu boyunca baş verib. Niyə görə? Çünki fikir versəz, qrafiklər zaman oxundan yuxarıdadır. Qrafiklər zaman oxundan yuxarıdadırsa, bu zaman V0x böyük 0 olur. V0x böyük 0 isə hərəkət X oxu istiqamətində olmuş olur. Deməli 3 getdi ortağa. Bərabər yeyinləşən hərəkətdir. Qeyd etdik ki, birinci qrafikimizdədir. Bərabər yeyinləşən hərəkət. Hərəkət verilmiş müddətdə bərabər yavaşlayandır. Bəli, ikinciyə aiddir bu. Bərabər yavaşlayan olduğunu biz qeyd etdik. Deməli 1-ə getdi 1, 4. 2-yə getdi 2, 5. Üçüncüyə də getdi 3. 1, 4, 2, 5, 3. D-bəndi doğru cavabdır. 52-dən sonra 53-ə baxırıq. 53-də baxın, fikir versəz, başlanğıc sürətimiz müsbətdir, V0x müsbətdir, AX-ımız mənfidir. Çünki grafikin ağzı aşağıdır. İkincidə isə V0x-ımız müsbətdir və AX-ımız da müsbətdir. Çünki grafik zaman ağzı yuxarıyadır grafikin. Əvəzləyici qüvvə hərəkət istiqamətinə yönəlib. Hansı halda hərəkət istiqamətində yönəlirdi? Bərabər yeyinləşəndə. Bərabər yeyinləşən, əlbəttə ki, bu zaman V0x ilə AX-ın işarəsi eyni olmalıdır. Baxın, hər ikisi də müsbətdir. Deməli, bu bərabər yeyinləşəndir. Amma burada biri müsbət, biri mənfidir. Deməli, bu bərabər yavaşlayandır artıq. Deməli, bir getdi artıq ikinci qrafikimizə. Əvəzləyici qüvvə hərəkət istiqamətin əksinə yönəlib. Bu bərabər yavaşlayandadır. Və bu bərabər yavaşlayanda birinci qrafikimizdədir. Deməli, 2 də getdi 1-ə. Hərəkət verilmiş müddətdə X oxu boyunca baş verir. Bəli, çünki nəyə görə? Hər ikisində də V0x-ımız müsbətdir. V0x müsbətdirsə, deməli, hərəkət X oxu istiqamətindədir. 3 ortağa getmiş olacaq. Bərabər yeyinləşən hərəkət edir. Bərabər yeyinləşən qeyd etdik ki, ikinci qrafik üçündür. 4 getdi 2-yə. Hərəkət verilmiş müddətdə bərabər yavaşlayandı. Birinci qrafik üçün qeyd etdik ki, bərabər yavaşlayandı. Deməli, birinciyə getdi 2, 5. İkinciyə getdi 1, 4 və üçüncüyə də getdi 3.
2, 5, 1, 4, 3. D bəndi doğru cavabdır. 54-də Euler-Venn diaqramında hərəkət istiqamətləri göstərilmiş cisimlər üçün uyğun bəndləri müəyyən edin. Hər iki halda cismə təsir edən əvəzləyici qüvvə sabitdir. Fikir versəz, burada bizim qüvvəmizlə F1-imizlə V1-imiz əks istiqamətli yönəlib. Deməli, burada hərəkət artıq bərabər yavaşlayandır. Burada isə eyni istiqamətli yönəlib. Deməli, bu bərabər yeyinləşən hərəkətdir. X oxunun istiqamətində bərabər yeyinləşəndə, yoxsa X oxunun əksinə. Fikir versəz, burada V2-miz X ox istiqamətində yönəlib. Deməli, hərəkət X ox istiqamətindədir. Burada isə V1-imiz yenə X ox istiqamətindədir. Deməli, hərəkət X oxu istiqamətində olmuş oldu. Birincidə deyir ki, X oxu istiqamətində bərabər yeyinləşən hərəkətdir. Bəli, ikinci cismin hərəkəti üçündür bu. X oxu istiqamətində bərabər yavaşlayandı. Qeyd etdik ki, baxın, birinci cismimiz üçün bu doğrudur. 2 getdi 1-ə. Bərabər təcilli hərəkətdir. Hər ikisi də bərabər təcilli hərəkətdir. Nəyə görə? Çünki deyir ki, hər iki halda cismə təsir edən əvəzləyici qüvvə sabitdir. Əvəzləyici qüvvə sabitsə, deməli, təcil də sabitdir. 3 ortağa getdi. Sürət və təcilin istiqaməti eynidir. Sürət və təcilin istiqaməti hansı halda eyni olur? Bərabər yeyinləşən hərəkətdə. Baxın, bərabər yeyinləşən buradadır. Həm də qüvvəm fikir versəz sağadır və deməli, onda mənim təcilim də elə sağadır. Və burada təcil və sürət gördüyünüz kimi eyni istiqamətlidir. Deməli, 4 getdi ikinci cism üçün. Sürət və təcil istiqaməti əksinədir. Burada bərabər yavaşlayanda olacaq. O da 1-ə gedəcək. Deməli, birinci üçün uyğun oldu 2, 5. İkinciyə uyğun oldu 1, 4. 3-ə, yəni ortağa da uyğun oldu elə 3-ün özü. 2, 5, 1, 4, 3. 2, 5, 1, 4, 3 C bəndi doğru cavabdır. 55-ci sualımızda yenə Euler-Venn diaqramı verilib. Baxın, fikir versəz, V1-im artıq X oxunun əksinədir. Deməli, X oxu əksinə olacaq hərəkətim. Bərabər yeyinləşən yoxsa yavaşlayan? Fikir versəz, F ilə V-nin istiqaməti eynidir. Deməli, bu artıq bərabər yeyinləşəndir. Burada V2-im də sağadır, F2-im də sağadır. X ox istiqamətində olacaq və bərabər yeyinləşən olacaq. Çünki hər ikisinin istiqaməti eynidir. Baxın, X oxun istiqamətində bərabər yeyinləşən, bəli, baxın, ikinci cismin hərəkətinə uyğundur. X oxun əksi istiqamətində bərabər yeyinləşən, bu birinci cismə uyğundur. Sürət və təcilin istiqaməti eynidir. Hər ikisində də eynidir. Hərəkət bərabər yeyinləşəndir hər ikisində də. Deməli, 3 ortağa gedəcək. Təcilin istiqaməti X ox istiqamətinə yönəlib. Qüvvəyə fikir verin. Baxın, qüvvə əgər ki, X ox istiqamətindədirsə, təcil də eyni ilə o istiqamətdə olacaq. Deməli, X ox istiqamətində olmuş oldu. Bu artıq oldu ikinci cismə uyğun. 5-cidə isə deyir ki, təcilin istiqaməti X oxun əksinə yönəlib. Fikir versəz, qüvvə X oxun əksinə deyə, artıq təcil də eyni ilə X oxun əksinə doğru olmuş olacaq. Deməli, 5-ci də gedəcək birinci cismin hərəkətinə. 1-ə uyğun oldu 2, 5, 2-yə uyğun oldu 1, 4 və 3-ə də uyğun oldu 3. 2, 5, 1, 4, 3. A bəndi doğru cavabdır. 56-da qarşı-qarşıya hərəkətdən iki kürə toqquşur. Kürələrin bir-birlə qarşılıqlı təsir qüvvələrinin və onların aldıqları təcillərin modulları arasında hansı münasibət doğrudur? Qarşılıqlı təsirdə olan iki cismin biz bilirik ki, qüvvələrinin qiymətləri bir-birinə modulca bərabərdir, sadəcə istiqamət çəkisi. Deməli, onda burada qüvvələrimiz F1 bərabər olacaq F2-yə. Belə olan halda, baxın, M1A1 bərabərdir yazsaq M2A2-yə. Buradan aydın olur ki, kütlə təcillə tərs asıdır. Onda yazacağıq ki, təcilimiz kütləli tərs asıdır. A1 bölək A2 bərabərdir M2 bölək M1-ə. M2-nin var 2M-dir, M1-im də var M-dir. M-lər ixtisar getdi, qaldı 2. Çarpaz vuranda buradan A1 bərabər olacaq 2A2-yə. Deməli, A1 bərabərdir 2A2 və F-lər də bir-birinə bərabərdir. Baxın, C bəndi doğru cavabdır. 57-də üfüqi səth üzərində sürtünməsi hərəkətdən 25 kq kütləli cismə sürət vektoru ilə 60 dərəcəlik bucaq əmələ gətirən istiqamətdə 200 Newton qüvvə təsir edir. Cismin təcilinin proyeksiyasını hesablayın. Burada hansı ki AX bərabərdir, biz bilirik ki Fx bölək M-dir. Baxın, fikir versəz, məsələn, burada bir M kütləri bir cisim təsəvvürünüzə gətirin və burada deyir ki, üfüqi səth üzərində sürtünməsiz hərəkətdən 25 kq kütləli cisimə sürət vektoru ilə 60 dərəcəlik bucaq əmələ gətirən istiqamətdə 200 Newton qüvvə təsir edir. Tutaq ki, bu cisim bu istiqamətdə hərəkətdir. Və bu zaman buna sürət vektoru ilə F vektoru, deməli, sürət vektoru ilə 60 dərəcəlik bucaq əmələ gətirir bu halda. Burada əlbəttə ki, mən bu qüvvənin proyeksiyalarına baxmalıyam. Proyeksiyalarını ayıranda fikir versəz, gördüyünüz kimi, bax, bu F-y kimi olacaq.
Və f(y) bucağa bitişik olmadığından f sinüs alfa ilə hesablanır. Amma fx isə bucağa bitişikdir deyə artıq f vuraq kosinüs alfa ilə hesablanır. Burada f-imizin qiyməti verilib 200 Newtondur. 200 vurulsun kosinüs 60-da 0.5 alır. 200 vuraq 0.5 mənə verəcək 100. İndi burada əvəzləyici qüvvəmiz 100-ə bərabər olacaq. Niyə? Çünki f(y) fikir versəz yuxarıyadır. Bu f(y) artıq mənim belə deyək də hərəkətim üçün heç bir əhəmiyyət kəsb etmir. Mənim hərəkətim sağa doğrudur. Deməli onda mən elə bu fx-in özünü götürməliyəm. Və bu zamanda əvəzləyici qüvvəni tapanda fx-i ax-ı bərabər olacaq fx bölək m-ə. Yəni bizim 100 bölək m-imizə 100-ümüz 100 də böləcəm m-ə kütləyə, yəni 25-ə. 100 bölə 25 mənə verəcək 4-ü. Cavab oldu Y bəndi. 58-də kütlələri m1 bərabərdir m, m2 də bərabər 2m olan 2 maddi nöqtə radiusları r1 bərabər l və r2 bərabər 2 olan çevrələr üzrə modulca eyni sürətlə hərəkət edir. Maddi nöqtələrə təsir əvəzləyici qüvvənin qiymətini müəyyən edin deyir. Müqayisə edin. Biz bilirik ki, əvəzləyici qüvvə F əvəzləyici bərabərdir m vurulsun a-dır. Çevrə üzrə bərabər sürətli hərəkətdə a-nın düsturu nədir? V kvadrat bölü r-dir. Onda yazaram ki, m vuraq V kvadrat bölü r. Eyni sürətlə deyil, sürət sabitdirsə, buradan aydın olur ki, əvəzləyici qüvvəmiz kütlə ilə düz, radiusla tərs asıdır. Onda yazacağıq ki, f1 bölək f2 bərabərdir. m1 bölək m2-yə vurulsun, radiusla tərs asılı olduğundan r2 bölək r1 yazacağım. m1-im m-dir, m2-im 2m-dir. Vurulsun, r2-miz şərtdə verilib 2r-dir. R1-imiz də r-dir. R-lər ixtisar getdi, m-lər ixtisar getdi. 2-2 böl 1 aldıq. Deməli, artıq buradan f1 bölək f2 bir-birinə bərabər olacaq. Cavabımız oldu D bəndi. 59-cu sualda şəkildə verilən 5 qüvvənin əvəzləyicisinin modulunu hesablayın. Biz bilirik ki, əvəzləyici qüvvə cismə tətbiq olunan qüvvələrin həndəsi cəminə bərabərdir. Burada onda mən F əvəzləyicini tapanda yazacağım ki, f1 üstə gələ f2, üstə gəlsin f3 və üstə gələ f4, üstə gəlsin f5 yazacağım. Fikir verin, burada artıq parallelogram qaydasından istifadə edəcəm. Fikir verin, baxın indi. Bunun sonu digərinin başlanğıcındadır. Bu zamanda f1 və f4-ün əvəzləyicisini tapmaq istəsəm, parallelogram qaydasından birinin başlanğıcından digərinin sonuna çəkəcəm. Gördüyümüz kimi f1 və f4-ün əvəzləyicisi həndəsi cəmi ilə mənə nəyə bərabər oldu? F5-in özünə bərabər oldu. Onda f1 plus f4-ün yerinə yazaram f5. f5 plus. İndi bir f5-in özü də var. O f5-i də yazaq. Həmçinin də f2 və f3 qaldı axı. Fikir versəz, baxın, bu hissəni silək hələlik. F3-ün sonu F2-nin başlanğıcındadır. Və bu zaman əlbəttə ki, yenə başlanğıcdan sona doğru oxumu çəkirəm. Gördüyünüz kimi yenə F5-ə bərabər oldu. Deməli, F3 və F2-nin də əvəzləyicisi ilə F5-ə bərabərdir. Onda üstə gələk yenə F5 yazdım. Fikir versəz neçə F5 oldu? 3 vuraq F5 oldu. Deməli, F5-im 25 Newtondur. Onda 3 vurulsun 25 mənə verəcək 75 Newtonu Y bəndi. Gördüyünüz kimi parallelogram qaydasından istifadə edirik. 60-da təsvir olunmuş qüvvələrin əvəzləyicisinin modulunu hesablayın. Baxın, fikir versəz 7 və 11 əks istiqamətlidir. Çıxacam. 11-dən 7-ni çıxacam 4 Newton və əlbəttə ki, bu 4 Newton sağa doğru yönələcək. Çünki bizim 11 Newtonumuz ən böyükdür. Onda yazaq ki, sağa doğru 4 Newton. Daha sonrasında yuxarıya 5 Newtonum var və aşağıya da 8 Newtonum var. Yenə çıxacam əks istiqamətli olduğundan 8-dən 5-ə çıxanda 3 Newton olacaq və aşağıya doğru yönələcək. Niyə? Çünki 8 5-dən böyükdür. 8 Newton istiqamətində olmalıdır. Buradan bu qüvvələr artıq bir-birinə perpendikulyardır deyə əvəzləyici qüvvəni tapanda F əvəzləyici bərabər olacaq kök altında F1-in kvadratı, yəni 3-ün kvadratı 9, üstə gələk 4-ün kvadratı 16. Kök altında 9 üstə gələk 16 mənə verəcək kökdə 25, kökdə 25-dən də 5 çıxacaq. Cavabımız oldu A bəndi. 61-ci sualda cismə təsirdən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamanda hansısa qrafiki verilmişdir. Cismin sürətinin proyeksiyasının zamanda hansısa qrafiki hansıdır? Fikir versəz, qüvvəmiz mənfidən sabitdir. Deməli, qrafikimiz nağız aşağı olmalıdır VT qrafikində. Baxın, yuxarıyadır. Burada C bəndində sabit verilib, ümumiyyətlə bu deyil. B də aşağıdır, D də aşağıdır, Y də yuxarıdır, amma bu getdi. İkinci hissəyə baxmaq lazımdır artıq. Burada fikir versəz, qüvvəmiz artıq sıfırdır. Qüvvə hansı halda sıfır olur? Bərabər sürətli hərəkətdə. Baxın, B bəndində bərabər sürətli hərəkət göstərilib, sürətimiz sabit. Amma D bəndində gördüyünüz kimi sürət artır, bu artıq səhvdir. 62-də arabacığın başlanğıc sürət vektorunun ona təsir edən qüvvələrin əvəzləyicisinin və x oxunun istiqamətləri göstərilmişdir. Arabacığın yer dəyişməsinin proyeksiyasının zamanda hansısa qrafiki hansıdır? Fikir versəz, görərsiniz ki, V0
x oxunun əksinə doğru yönəlib. Deməli, V0 x-im mənfidir. Qrafik zaman oxundan aşağıda olmalıdır. Üstə gələk, f də sağa doğru yönəlib. Yəni, deməli, sənin təcilin də sağa doğrudur. Təcil və başlanğıc sürət əks istiqamətli hərəkət artıq bərabər yavaşlayandır. Və burada x-ımız müsbətdir. Təcilin x oxuca proyeksiyası müsbət. Çünki x oxu istiqamətlə yönəlib. Baxaq. Fikir verin, dedim, hərəkət bərabər yavaşlayandır və qrafik zaman oxunun əksinə doğru, zaman oxundan aşağıda olmalıdır. Bəli, baxın, bu A variantda zaman oxundan aşağıdadır, amma get-gedə zaman oxundan uzaqlaşır. Fikir versiniz, bax, bu zaman oxundan uzaqlaşır bu qrafikimiz. Deməli, bu artıq bərabər yeyinləşəndir. A bəndi doğru deyildir. B-də ümumiyyətlə düz asılıq verilib, bu səhvdir. Bizə parabol lazım olmalıdır. C-də qrafikimiz V0x dedik ki, mənfidir və bu halda qrafik zaman oxundan aşağıda olmalıdır. Fikir versəz, bu zaman oxundan T-dən yuxarıda çəkilib bu. Getdi. D-də, baxın, zaman oxundan aşağıdadır və get-gedə zaman oxuna yaxınlaşır. Bərabər yavaşlayandır və təcilimin x oxuca proyeksiyası müsbətdir. Niyə? Çünki parabolanın ağzı yuxarıyadır. Və mənə elə bu lazım idi. V0x-in mənfi olsun, bərabər yavaşlayan olsun və AX-in da böyük 0 olsun. Cavab olacaq D bəndi. Y-də isə düz mütənasib asılıq verilib. Bu səhvdir artıq. Bu bərabər sürətlər hərəkətə aiddir. 63-də. Burada isə başlanğıc sürətin x oxuca proyeksiyası müsbət olacaq. Çünki V0 x oxu istiqamətinə yönəlib. Qüvvəm soladır, deməli A da soladır və buradan artıq AX-ım artıq olacaq mənfi x oxunun əksinədir. Deməli, burada artıq hərəkətimiz olacaq. V0x müsbət olduğundan olacaq x oxu istiqamətində. Bərabər yavaşlayan yoxsa yeyinləşən? Biri müsbət, digər mənfi, sonra yavaşlayan olacaq da. Əks istiqamətli də axı. X oxu istiqamətində yavaşlayan, baxaq, B bəndinə fikir versəz, yavaşlayan hərəkətdir və x oxu istiqamətində, çünki zaman oxundan yuxarıdadır. Cavabımız oldu B bəndi. 64-də fikir verək, V0x-ımız mənfidir. Çünki V0 sola doğru yönəlib, x da sağa doğru yönəlib. Təcil də eyni ilə qüvvə istiqamətində yönələcək və o da x oxunun əksinə olduğundan AX kiçikdir 0. Hərəkət x oxunun əksinə olacaq, çünki V0x mənfidir. Bərabər yavaşlayan yoxsa yeyinləşən? Əlbəttə ki, yeyinləşən olacaq, çünki hər ikisi də mənfidir. Eyni istiqamətlə yönəliblər. Yeyinləşən. X oxunun əksinə yeyinləşən hərəkət. V0x-ın mənfidir, deməli, qrafik mənfidən başlamalıdır. Baxın, A da müsbətdən başlayıb. B-də bəli, mənfidən başlayıb, amma yeyinləşən deyil. Bu artıq yavaşlayandır. C-də, bax, x oxunun əksinədir, bəli, yeyinləşəndir. C doğru cavabdır. Y-də V sabit verilib, bu da deyil, bərabər sürətlər hərəkətdir. Y-də də eyni ilə bərabər sürətlər hərəkət verilib, bu da səhvdir. 65-ə baxaq. R radiuslu polad kürəyə F qüvvəsi müəyyən təcil verir. R bölü 2 radiuslu polad kürəyə hansı qüvvə həmin təcili verir? Təcil deməli sabitdir, həmin təcil deyir. A konstantdır. Biz bilirik ki, F bərabərdir MA-dır. Burada kürədir. Kürələrin, gəlin biz kütləsini alaq, yəni kürə şəklində olan cisimlərin kütləsini necə hesablayırıq? M bərabərdir, biz bilirik ki, ρV-dir. Kürənin həcmini riyaziyyatdan bilirik, 3-də 4 pi r kubudur. Buradan ρ-muzu da yazdıq. Və hər ikisi də polad kürə olduğundan, yəni eyni maddə olduğundan sıxlıq burada artıq sabitdir. Kütlə radiusdan gördüyümüz kimi kubik asıdır, düz asıdır. Gəlin burada yerinə yazaq, onda 3-də 4 pi r kubu, ρ vuraq A. Buradan da gördüyümüz kimi elə qüvvəmiz də radiusdan kubik düz asılı olmuş olur. Bu hissəni silirəm. Onda yazaq ki, F1 bölək F2 bərabərdir R1-in kubu bölək R2-nin kubu. Yerinə yazsaq F1-im F-dir, F2-miz yoxdur. R1-im R-dir, R-in kubu yazıram, R2-in də R bölək 2-dir. R bölək 2-nin kubu olacaq R kubu bölək 8, çünki 2-nin kubu 8 verir. Bu 8 sürətə çıxacaq, olacaq 8 R kubu bölək R kubu. R kubular ixtisara getdi, qaldı 8. Buradan F2-ni tapanda olacaq, F bölünsün 8. Cavabımız oldu C bəndi. 66-cı suala keçək. 66-cı sualda eyni ilə bundandır. Bu hissəni silirəm hələlik. Aha. R radiuslu polad kürəyə F qüvvəsi müəyyən təcil verir. 2 radiuslu polad kürəyə hansı qüvvə həmin təcili verir? Yenə eyni şeydir. Qeyd etdik ki, F1 bölək F2 bərabərdir R1-in kubu bölək R2-nin kubudur. F1-im F-dir, F2-im yoxdur. R1-im R-dir, R-in kubunu yazıram. R2-in 2-dir, 2-rin kubu olacaq 8 R kubu. R kubular ixtisar gedir. Bax, burada sürətdə 1 qalır. Deməli, buradan F2 vuraq 1, yəni F2 bərabər olacaq 8 F-ə. Çarpaz vururuq. Cavabımız oldu C bəndi. 67-də. Fikir versəz, V0-ımız x oxunun əksinə doğru yönəlib, deməli sürətin x oxuca proyeksiyası mənfi olacaq. V0x mənfidir. Qüvvəm sağa doğru yönəlibsə, eyni ilə təcilüm də sağa doğru yönələcək və bu zaman təcilin x oxuca proyeksiyası müsbətdir. İndi baxaq, qrafikimizə fikir verək. Bu hərəkətin növünü də gəlin deyək. V0x mənfidirsə, x oxunun əksinədir.
Bərabər yavaşlayan olacaq, çünki biri x oxuca proyeksiyası mənfi, digəri də müsbət. Həmçinin də əks istiqamətli yönəl. Deməli, bu oldu bərabər yavaşlayan. Baxaq görək hansında x oxun əksinə bərabər yavaşlayan qrafiki var. Baxın, fikir versəz B bəndinə. Bax, x oxun əksinədir. V0 x-in burada mənfidir. Və həmçinin daha x-in də müsbətdir. Qrafik belə deyək, ağzı yuxarıdır. Və burada da gördüyümüz kimi təcil x oxu istiqamətlidir. Və bərabər yavaşlayandır? Bəli, bərabər yavaşlayandır. Zaman oxuna fikir versəz yaxınlaşır bu qrafik. Deməli, doğru cavabımız oldu B bəndi. 68-də birinci halda cismin təcili 2 metr/saniyə kvadratıdır. Baxın, birinci halda təcili gəlin tapaq. A1 bərabərdir. F bölək M1 olacaq da. F-in 10-dur. Bölək M1-imi kütləmi yazıram. Bərabərdir 2-dir. Buradan M1 tapsaq, gördüyünüz kimi 10 bölək 2-dən 5 olacaq. Eyni ilə M1 kütləli cismi burada da qoy bax. M1 bərabər 5-dir. Deyir ki, ikinci halda isə 3 metr/saniyə kvadratdır. İkinci halda təcili tapmaq istəsəm, əlbəttə ki, 24-ü qüvvəni bölməliyəm. Bax, bu 2 dənə kütlənin cəminə. Yəni M2 plus M1-in cəminə. M2 plus M1-im də 5-dir. A2 də 3-dür deyir. Şərtdə verib də, ikinci halda isə təcilimiz 3 metr/saniyə kvadratdır. Buradan M2 plus 5 bərabər olur 24 bölək 3-ə, yəni 8-ə. M2-ni tapanda 8-dən 5 çıxacaq, 3 qalır. Fikir versəz, M1-də tapmış olduq, M2-də tapmış olduq. İndi məndən M2 bölək M1 istəyir. M2-in 3, M1-in 5-dir. 3 bölək 5 mənə verəcək 0,6. 5-də 3 də var cavablarda. C bəndi doğru cavabdır. 69-da cismə təsirdən F1, F2 və F3 qüvvələrin əvəzləyicisinin modulunu hesablayın. Fikir versəz, baxın. F1 və F2-nin əvəzləyicisi elə F3-ə bərabərdir. Deməli, onda bunların həndəsi cəmini tapanda, yəni F əvəzləyicini tapanda olacaq F1 plus F2 üstə gələ F3. Dedim axı, F1 plus F2-nin həndəsi cəmi mənə verir F3-ü. Deməli, onda alacağıq ki, F3 plus F3 olacaq 2F3. Mən F3-ün qiymətini tapsam, onda bu 3 qüvvənin əvəzləyicisini tapa bilərəm. F3-ü də haradan tapacaq? Əlbəttə ki, Pifaqor teoremindən. Buradan olacaq F bərabərdir. F3 bərabərdir kök altında. 6-nın kvadratı üstə gələk 6-nın kvadratı, yəni 36 üstə gələk 36. O da mənə verəcək kökdə 72. Kökdə 72 də əlbəttə ki, kök altında 36 vuraq 2 deməkdir. 36-dan da 6 çıxır, 6 kökdəki qalmış olur. Gətirib burada da yerinə yazsaq, onda olacaq ki, 2 vuraq 6 kökdə 2, F3-ün yerinə 6 kökdə 2 yazdım. 2 ilə vur 6-ya 12 və kökdəkini də yazmağı unutmayaq. 12 kökdə 2 doğru cavab oldu, Y bəndi. 69-dan sonra 70-ə keçək. Düz xətlər hərəkətdən cismin sürətinin proyeksiyasının zamanında hansı qrafiki verilmişdir? Cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyası üçün aşağıdakı ifadələrdən hansılar doğrudur? Fikir verin. Birinci və üçüncü hissədə sürət sabitdir. Sürət sabitdirsə avtomatik qüvvəmiz 0-dır. F1x bərabərdir F3x-a. Bu da 0-a getdi. İkinci hissədə isə qrafikin ağzı aşağıyadır. Deməli, onda F1x-imiz, F2x-imiz kiçik 0 yazacağıq. Baxaq, F2x-im kiçik 0-dır. F1x bərabərdir F3x-a. O da bərabər yazacağıq 0-a. 1 və 3 doğru cavabdır burada. 71-də 1-də və 3-də yenə gördüyümüz kimi 0-a bərabərdir. F1x-imiz bərabərdir F3x-a. Bu da 0-dır. İkinci hissədə isə qrafikin ağzı yuxarıdır. Deməli, onda F2x müsbət olacaq. Baxın, 1 doğrudur və 3 doğrudur burada da. 72-də kütləsi 4 kq olan cismin sürətinin modulunun zamandan asılı qrafikinə əsasən cismə təsirin əvəzləyici qüvvənin modulunu hesablayın. Gəlin buradan təcili hesablayaq. A bərabərdir V çıx V0 bölək T deyil. Bax, son sürətim 4-dür, başlanğıc sürətim 0-dır. 4 çıxaq 0 mənə verir 4, bölək zamanım T 5-ə. O da olacaq 0,8. Əvəzləyicini tapmaq istəyirəm, F əvəzləyici bərabərdir M vuraq A-dan. M-imiz kütləmiz 4 kq, A-mız da 0,8. 4 vuraq 0,8 bizə verəcək 3,2 Newton. 73-dən yenə eyni şeydir. Kütləsi 3 kq olan M-imiz verilib 3-dür. F-i tapanda onda 3-ü vuracam A-ya. A-mızı tapanda 2-dən 0 çıx, 2 qalır. Böl zamana 4-ə. 4-də 2 də 0,5-dir. Deməli, 3 vurulsun 0,5 mənə verəcək 1,5 Newton. 74-dən kütləsi 2 kq olan cismin təcilini hesablayın. Əvvəlcə əvəzləyici qüvvəni tapmalıyıq. Əks istiqamətli yönəldiyindən bu qüvvələr əvəzləyici qüvvəni tapanda çıxacam. F əvəzləyici bərabər olacaq 8 çıx 3, o da mənə verəcək 5 Newton. Sonra F əvəzləyici bərabərdir M vuraq A-dan. Mən buradan təcil tapmaq istəyirəm. A bərabər olacaq F əvəzləyici bölək M-ə. F əvəzləyicim 5, kütləm 2 kq-dır. 5-i də 2-yə böl olacaq 2,5. 75-də də artıq burada
əvəzləyici qüvvəni tapanda toplayacağam. Eyni istiqamətli olduğundan. F əvəzləyici bərabər olacaq 10 üstə gələ 8-ə 18 Newton. Kütləmiz M-miz də baxın şərtdə verilib 2 kiloqramdır. A-nı tapanda F əvəzləyici bölək M-dən olacaq 18 bölək 2 bərabərdir 9 metr bölək saniyə kvadratı olacaq. 76-cı sualda cismə tətbiq olunmuş 2F və F qüvvələrinin birlikdə bu cismə verə biləcəyi ən böyük təcil A1, ən kiçik təcil isə A2-dirsə, baxın, ən böyük təcil deyirsə, onda əvəzləyici qüvvə maksimum ala biləcəyi qiymətə baxın. Əvəzləyici qüvvə hansı halda maksimum qiymət ala bilər? Əlbəttə ki, toplanan halda, yəni eyni istiqamətli yönlərsə qüvvələrimiz. Onda bu qüvvələri toplayacağam. 2F üstə gələ F, o da olacaq 3F. Ən kiçik isə əlbəttə ki, fərqi olacaq. 2F çıxaq F, o da olacaq F. İndi buradan A1 bölək A2 bərabər olacaq əlbəttə ki, 3F bölək F-ə. F-ləri ixtisar apar, alacaqsan 3. 77-də isə cismə tətbiq olunmuş 3F və F qüvvələrinin birlikdə bu cismə verə biləcəyi ən böyük təcil A1, ən kiçik təcil isə A2-dir. Yenə bax, ən böyük axtarıramsa da 3F plus F 4F oldu. Sonra ən kiçiyimsə olacaq 3F çıx F 2F. Yəni əks istiqamətli yönələn haldır, ən kiçik hal. Ən böyük halsa eyni istiqamətli yönələn haldır, çünki toplayırıq orada. İndi burada təcil də əlbəttə ki, qüvvə ilə düz asılıdır. Onda A1 bölək A2 yazacağım ki, 4F bölək 2F. F-lər ixtisar getdi, 4 bölək 2 mənə verəcək 2. 78-də qüvvələrin əvəzləyicisinin yenə modulunu istəyir bizdən. Fikir verək proyeksiyalara. Fikir vermək lazımdır. Birinci, F1 qüvvəsinin fikir verin X oxuca proyeksiyası. Gördüyünüz kimi sola doğru 2-dən 1, 1-dir. 2 ilə 1 arası 1 edir də. F1-in Y oxuca proyeksiyası isə yuxarıya doğru olacaq və 1-dən 4-ə 3 olur. F2-nin isə X oxuca proyeksiyası sağa doğru, 2 ilə 3-ün arası 1. F2-nin həmçinin Y oxuca proyeksiyası vardır. O da yenə yuxarıya doğru olacaq. Və fikir versəz, yenə o da 4 ilə 1 arasıdır, yəni 3 olacaq. Fikir verin, bax, bu 1 və bu 1 newtonlar əks istiqamətlidir. Və əks istiqamətli olanda çıxırdıq. 1-dən 1 çıx 0 qaldı. Amma Y oxuca baxanda gördüyümüz kimi burada həm F1-in Y oxuca proyeksiyası, həm də F2-in Y oxuca proyeksiyası 3 newton olmaqla hər ikisi də yuxarıya doğru yönəlib. Deməli, onda onları toplayacağım eyni istiqamətli olduğundan. 3 üstə gələk 3 mənə verəcək 6 newton. Bu da oldu bizim əvəzləyici qüvvəmiz. 79 da həminki kimidir. Gəlin baxaq. F1-in gördüyümüz kimi X oxuca proyeksiyası, baxın, bu istiqamətli olacaq. 4 və 1-in aralığı olacaq 3 newton. Y oxuca proyeksiyası isə yuxarıya doğru olacaq. 3 və 2-nin arası olacaq 1 newton. F2-nin Y oxuca proyeksiyası aşağıya doğru 2 və 1-in arası 1 newton. X oxuca proyeksiyası isə fikir versəz eyni ilə bax bu istiqamətdə yenə o da 3 newton olacaq 4 və 1-in arası. Burada artıq yuxarıya doğru olan 1 newton və aşağıya doğru olan 1 newton əks istiqamətlidir. Deməli, çıxıram. 1-dən 1 çıx 0 qalacaq. Amma X oxu üzrə fikir versəz, hər iki halda 3 newton qüvvəm var. Onda toplayacağım bunları. 3 üstə gələk 3 mənə verəcək 6 newton. Bu da oldu mənim əvəzləyici qüvvəmin modulu. Şərtdə deyilir ki, düz xətli hərəkət edən 4 kiloqram kütləli cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Bizim kütləmiz verildi. M bərabər oldu 4 kiloqrama. İlk 2 saniyə müddətində bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin modulunu hesablayın. Əvəzləyici qüvvə biz bilirik ki, kütləmizlə təcrimizin hasilinə bərabərdir. Kütləm var, təcrim yoxdur. Təcili nədən istifadə edəcəm? Baxın, qrafiki gəlin bir aydınlaşdıraq. 0-2 saniyə aralığında fikir versəz, burada hərəkətimiz bərabər yavaşlayandır. Bərabər yavaşlayanda biz bilirik ki, hərəkət sürətimiz get-gedə azalır və sonda 0 olur. Sürət get-gedə azalır və 2 saniyədə artıq burada sürətimiz 0 olacaq. 0-2 saniyə aralığından sonra artıq 2 və 4 saniyə aralığına baxıram. Burada təcrim yenə sabit olacaq, çünki hərəkət bərabər təcilli hərəkətdir. Amma 2-4 saniyə aralığında artıq mənim buradakı bax bu son sürətim var idi. 0-2 saniyə aralığına tapdığım sürət. Artıq 2 və 4 saniyə aralığı üçün başlanğıc sürət olacaq. Yəni V0 0 olmuş olacaq. Və həmçinin fikir versəz, burada, yəni 2-4 saniyə aralığında mənim artıq başlanğıc koordinatım 10 olub, sonda isə 4 saniyədə mənim koordinatım olub 0. Deməli, başlanğıc koordinatımız x0 bərabər olmuş oldu 10-a, x-ımız da bərabər oldu 0-a. Və zamanımız da 2-4 saniyə aralığı 4-dən 2-ni çıxacam, olacaq 2 saniyə. Yəni, buradan sx-i tapaq. Sx bərabərdir x çıxaq x0-dan. Olacaq 0 çıxaq 10, mənfi 10. Sx-in düsturunu mən bilirəm. Sx bərabərdir V0x t üstə gəlsin ax t kvadratı bölək 2. Buradan gəlin yerinə yazaq. Baxın, Sx-ımız
-10-dur. Bərabərdir. V0x-imiz başlanğıc sürətimiz 0-dır. Qeyd etdik. 2-4 saniyə aralığında. 0-a getdisə qaldı ax t kvadrat bölü 2. Vuraq onda ax t-nin kvadratı, yəni 2-nin kvadratı 4 bölü 2. Aldıq ki, 2ax bərabərdir -10-a. Buradan ax-a tapdıq -5. Bu əlbəttə ki, təcin x oxuca proyeksiyasıdır. Ədədi qiyməti artıq 5-dir. Bizdən də əvəzləyici qüvvənin modulunu soruşur. İndi düsturumuz var idi. F əvəzləyici bərabərdir m-a. Gətirib baxın, burada yerinə yaza bilərəm artıq. M-imiz 4-dür, A-mız da 5-dir. Deyirsiniz, niyə mənfini götürmürəm? Burada çünki bu mənfi x oxunun əksinə doğru olmağını göstərir təcinin. Yoxsa təcinin ədədi qiyməti 5-ə bərabərdir. 4 vuraq 5 bərabərdir 20. Deməli, cavabımız oldu 20 Newton. 81-ci sualda uyğunluğu deyilməyəninin x oxu istiqamətində düzxətli hərəkət edən cisimlərə təsir əvəzləyici qüvvənin proyeksiyasının zamanda hansıdır qrafiki verilmişdir. Bu cisimlər necə hərəkət edir? X oxu istiqamətində deyirsə, artıq deməli V0x-in böyük sıfırdır. Çünki biz bilirik ki, başlanğıc sürətin x oxuca proyeksiyası müsbətdirsə, x oxu istiqamətindədir hərəkəti. Burada artıq ax-ımız mənfidir, çünki qüvvəmiz gördüyünüz kimi mənfidən sabitdir. Deməli, deyir ki, bərabər yeyinləşən hərəkətdir. Bərabər yeyinləşən hərəkət olmaq üçün əlbəttə ki, burada bizim ax-ımız da müsbət olmalıdır. Çünki V0x-la ax-ın işarəsi eyni olanda bərabər yeyinləşən hərəkət olur. Bu artıq bərabər yavaşlayandır. Onda 1-ə gedəcək y. Yəni düzək rəqəmləri 1, 2, 3. Birincimiz oldu dedi ki, bərabər yavaşlayan. 1-ə uyğun oldu y bəndi. Artan təcil, azalan təcil dedik. Xeyr, burada gördüyümüz kimi fx-ımız sabitdir. Deməli, ax-ımız da sabit. Hərəkət bərabər təcilli hərəkətdir. Təcilin artıb azalmasından söz gedə bilməz. Aha. İkincidə isə baxın, fikir versəz, artıq mənim burada qüvvəmin ədədi qiyməti get-gedə artır. Artırsa deməli təcillim də artır. İkinciyə uyğun olduğunda B bəndi. Və üçüncüdə artıq fikir verin, qüvvəmiz 0, deməli təcilimiz də 0-dır. Hansı halda təcil 0-dır? Bərabər sürətli hərəkətdir. Deməli 3-ə də uyğun olacaq D bəndi. 1-ə Y, 2-yə B, 3-ə də D bəndi uyğun olmuş olur. Keçək digər sualımıza 82-yə. Yenə deyir ki, x oxu istiqamətindədirsə də V0x-ımız müsbətdir. Düzxətli hərəkətlərin cisimlərə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının zamanda hansı qrafiklər verilmişdir? Bu cisimlər necə hərəkət edir? Fikir versiniz, artıq burada ax-ım müsbət olacaq və sabit olacaq. Hərəkət artıq burada bərabər yeyinləşmə olacaq. Çünki V0x-ım da müsbətdir, ax-ım da müsbətdir. Gəlin onda rəqəmləri yenə yazaq. 1, 2, 3. 1-ə uyğun olmuş oldu A. İkincidə artıq təcilimiz azalır, çünki qüvvəmiz də azalır. Fikir versəz, 2-yə uyğun oldu C. Və üçüncüdə bərabər sürətlidir hərəkətim, çünki qüvvəm 0-dır. Bərabər sürətli də D bəndidir. Deməli, 1-ə A, 2-yə C və 3-ə D bəndi uyğun olmuş oldu. Beləliklə artıq sizlər üçün bu bölmədə olan 82 testinin hər birinin izahını verdim. Ümid edirəm ki, izah sizlər üçün aydın oldu. Əgər ki, izahdan yaralandınızsa da, əməyə qarşılıq olaraqdan kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın, sağ olun.